Mən Cəfərov Yaşar, Zəngilan rayon Yenikənd kəndinin sakiniyim. Mənim əsas məqsədim odur ki, bizim evlərin kompensasiyası necə veriləcək? Bizim evlərin, əvvəlki evlərin mən bilirəm ki, o evlərin qiyməti yoxdur. Evlərin, onun həyat bacanın, malın, heyvanın, torpağın, var dövlətin hamısının əgər qiymətləndirsələr, o indi deyirlər 180 minə evlər tikirlər, o onun heç belə 1% də deyil. Ona görə də mən indi evimizin çertyozu məndədir, planı. O vaxtın çəkilmiş çertyozudur. 2 dənə evimiz vardı yan-yana. Qapımızda çumumuz, tövləmiz, ondan sonra bağımız, bağatımız. Onların dövlət tərəfindən 2 dəfə qeydə alınıb, siyahıya alınıbdır, qiymətləndirilir. Ancaq indiyə kimi heç bir nəticəsi yoxdur, bizə də heç bir xəbər verməyiblər. Biri dövlət tərəfindən, prokuratura tərəfindən daha doğrusu. Yasamal rayonunda prokuraturaya çağırırlar, bütün malımızın, mülkümüzün, evimizin, həyatın hamısını siyahıya aldılar, qiymətləndirdilər. Milyonlarla dahi. Sonra da icra hakimiyyəti nümayəndələri tərəfindən gəldilər, onlar da yenə siyah vərəqə gətirdilər, doldurduq, siyahıya aldılar. Onlar yenə də qiymətləndirdilər, oradan da bir xəbər çıxmadı. İndi də şükür Allaha, torpaqlarımız alınıbdır, almışıq. Dövlət başçımızın dediyi kimi Ermənistanı məğlub eləmişik. İndi o Ermənistan bizə kompensasiya verməlidir. Necə ki, dövlət başçısı deyir, kapitulyasiya eləmişik Ermənistanı. İndi kapitulyasiya eləyən dövlət, o məğlub olan dövlətdən o kompensasiyanı tələb eləməlidir. Vurulan ziyanları, xalqa vurulan ziyanı, dövlətə vurulan ziyanı, xalqın evinə, eşiyinə, malına, mülkünə, həyətinə, bacasına, torpağına, həmçinin də o 30 il dövründə bizə vurulan o ziyanlar var, maddi, mənəvi ziyanlar deyək ki, evsiz, eşiksiz, yurtsuz, yuvasız gəlmişik bir yerdən o bir yerə. Mən özüm şəxsən 3-4 dəfə yer dəyişmişəm. Hər yer dəyişimdə də nə qədər ziyana düşmüşəm, etmişəm. Mən indi bizə vurulan bu ziyanın dövlətimlə bilmirəm, dövlətim versin, dövlət geçsin, alsın Ermənistandan, tələb eləsin, alsın, ya versin Haqa məhkəməsinə, ya BMT-yə versin, ya ölkədə nədir, dünyada belə bir məhkəmə var, əlbəttə var ki, dəyən ziyanı, bir dövlətə vurulan ziyanı o bir vuran dövlət ödəməlidir. O dövlətdən tələb eləsin, alsın, bizim haqqımızı versin. Bizim haqqımızı versin, bizə dəyən maddi, mənəvi ziyanı versin. Bizim nə qədər əziyyətlər çəkmişik, nə qədər zülmlər çəkmişik. Qaçqınlıqdan bəri dediyim kimi götürə bilmədiyimiz evimizi, eşiyimizi, malımızı, dövlətimizi, sərvətimizi, torpağımız qaldı. Nə qədər 30 ildə biz o torpaqları əkib, becərib, istifadə edə bilərdik, malımız getdi. Bax, bunun kompensasiyonu istəyirəm mən. Mən bu dövlətdən istəyirəm. Bilmirəm, dövlət hardan alır, alsın, hardan verir, versin. İstəyir Ermənistandan alsın, tələb eləsin. İstəyir dünya təşkilatları var, hüquq təşkilatları. Onlardan tələb eləsin, alsın. Bizə dəyən ziyanı ödəsinlər. Biz ölməmiş, biz bu dünyada köçməmiş. Mən istəyirəm o kompensasiyanı, görüm. O tikilən ev bizə dəyən ziyanın heç 1% deyil. O 180 minlik deyil ev tikirləri. O torpaq bizim dədə-baba torpaqlarımızdır. O bizə verilən torpaq var, indi verilir. Onlar bizim dədə-baba torpağımızdır. Yurdumuzdur. Biz indi orada qayıdırıq, o torpaqlar bizim haqqımızdır, hüququmuzdur, bizə verilməli. Amma bizə nə qədər ki ziyan dəyib bu 30 ildə, 30 ildə nə qədər bizə maddi, mənəvi ziyan dəyib, onun kompensasiyonu istəyirik. İkinci də ki, biz
qayıdıb o yurtda dədə-baba yurdumuzda əgər yaşasaq, bizə tikilən o ev deyirlər 180 minlik evdir. Ben gedib baxmışam, vallahi orada 180 minlik heç o 5 dənə evi birləşdirsən gəllər 180 minə çatmaz. 180 minə Bakıda bir dənə böyük bir villa tikmək olar. O 180 minə əgər onlar gələn il əgər bizim evimizi tikib verməsələr, pulumuzu versinlər özümüzə, biz özümüz gedib başımıza çarə qılaq, özümüz tikək. Onlar planı versin, biz o planın əsasında evimizi tikək. Yolların çəksinlər, o kommunikasiya xətlərini çəksinlər, qazın, işığın, su başımızın üstündən gedir. Su bizə, hər tərəfimiz sudur. Belə qazırıq, bulaqlar çıxır bizdə. Bunu mən tələb eləyirəm. Daha doğrusu bizim kəndimiz tələb eləyir ki, öz kəndimizin yerində bizim evlərimizi tiksinlər, Ağalı kimi, o biriki kimi gətirib çayın ərazisində tikməsinlər. Ağalı ilə Məmmədbəyli gəlib çayın ərazisində tikilib. O çay nə vaxtsa daşacaq, o kəndləri yuyub aparacaq. Biz bunu istəmirik. Biz istəyirik ki, bizim kəndimizi öz yerində, dədə-baba yerində, yurtunda tiksinlər. O vaxt tikilən kəndin əhalisi güya ki, axmaq idi, orada tikmişdilər. Onlar bilirdilər, görürdülər çayın səviyyəsini, ondan sonra onun axma, daşma zadını bilirdilər ki, orada tikmişdilər. 1975-ci ildə orada bir sel gəldi ki, o bütün o kəndlərə hamısına ziyan vurdu, yudu apardı nə qədər zadlar. O çayın daşan bir dövrü var. O daşsa, o bütün çayın hövzəsində tikilən kəndlərin hamısını yuyub aparacaq. Ona görə də biz həm istəyirik ki, kəndimiz öz yerində, öz əvvəlki yerində tikilsin. Həm də ki, bizə mən əsas tələb edirəm. Bizə dəyən kompensasiya, biz ölməmiş sağ ikən versinlər, biz onu övladlarımıza, balalarımıza, nəvələrimə xərcləyək də. Bir də onu istəyirəm ki, nəzərdə satıram. Biz hələ getməmiş, kəndə köçməmiş. Bizim kəndin torpaqları əkilir, biçilir, bağlar salınıb, ondan sonra bağatlar var, kimlərsə gəlib orada əkirlər, biçirlər, istifadə edirlər. Ona görə də mən düşüncəmlə, hamı bilir bunu, bu elə bir sadə bir şeydir. Hamı bunu bilir, başa düşür ki, bunu niyə gecikdirirlər belə? Çünki o kimlərdir, hansı şirkətlərdir, hansı firmalardır, gəlib orada əkirlər, biçirlər, yaxşı torpaqlar, yaxşı, orada qəşəng zad yerlərdir belə, sulu torpaqdır, xam yerdir, qəşəng məhsuldar torpaqdır. Bağlar, bağatlar salıblar, əkirlər, biçirlər və fermalar yaradıblar, fermalar. Bilmirəm kimlərin fermalardır, bəs ona görə də qoymurlar orada mal heyvan saxlamağa. Bu mal heyvan, mən gedib o kənddə mal heyvan saxlayıb, qoyun quzu saxlamayandan sonra, o nə kənddir? Orada yaşamaq olar. Mən pendir, qatıq, süd almaq üçün mən getməliyəm Horadizə, Füzuliyə. Nəyə görə? Mənim öz kəndimdə malda saxlayacam, heyvanda saxlayacam ki, mənim onun südündən, qatığından, pendirindən, yağından istifadə edeyim, ətindən istifadə edeyim. 5 dənə, 10 dənə toyuq icazə verilir, o da setkanın içində gəlib, burada setkadan çölə çıxmıyor. Nəyə görə? Mən harada yaşayıram ki? Bura Amerikada, ya cəmaət şəhərdə, şəhərin içində toyuq saxlayır, mal saxlayır, heyvan saxlayır. Bəhrəsində görür. Mən indi gedim şəhəri, kənddə icazə verməsələr mal, heyvan saxlamaq. Bu nə oldu? Bu kənd oldu. Belə kənd olar. Yox, bu belə olmaz. Biz buna etiraz edirik və biz bildiririk ki, biz kəndə qayıdandan sonra orada olan bizim torpaqlarımızın hamısını bölüb pay torpaqlarını versinlər, özümüz əkək, özümüz biçək. Da kimdir orada bağlar, zadlar yığışdırsın o bağları, zadları, malları, heyvanları, biz qayıdacaq kəndimizə. Kəndimizin torpaq sahəsi var, otlaq sahəsi var, dağı, dərəsi var. Kimsə gəlib orada sürü saxlayacaq, mən onu alacaqsa da, mən orada ixtiyarım yoxdur girmək, dədə-baba torpağıma, mal, heyvan saxlama mənim ixtiyarım yoxdur. Ona görə də belə şeylər xahiş edirik ki, tələb edirik. Biz tələb edirik ki, belə şeylər olmasın bir daha. Mən gedib orada öz
həyatımda 5-10 ağac əkib becərəməyəcəyəm ki, nədir burada kimsə bağı var, bağatı var, ərik bağları var, zəngin, alma bağları var. Ən yaxşı torpaqlar alıblar, mənimsəyiblər, bir bağ salıblar. Bilmirəm kimdir. Ona görə də biz ora köçəndə torpaqlarımızı tələb edəcəyik. Pay torpaqlar versinlər, özümüz əkib, özümüz biçək.